Həftə sonu xəstəxanaya yerləşdirilən xəstələrin ölüm riskinin iş günləri qəbul edilənlərlə müqayisədə daha yüksək olduğu müəyyən edilib. Yenavaz.com xəbər verir ki, bu barədə Science Daily jurnalında dərc olunan araşdırmada bildirilib. Tədqiqat dünyanın müxtəlif ölkələrində aparılan 72 elmi işin ümumi təhlili əsasında hazırlanıb. Alimlər ümumilikdə 55 milyondan çox xəstənin məlumatlarını araşdırıblar. Nəticələr göstərir ki, həftə sonu xəstəxanaya qəbul edilənlərdə ölüm riski statistik hesablamalara əsasən təxminən 15-17% daha yüksəkdir. Alt qrup təhlilləri də oxşar mənzərə ortaya qoyub. Bəs bunun səbəbi nədir? Tədqiqat müəllifləri iki əsas ehtimalı irəli sürürlər. Birinci ehtimala görə həftə sonları tibbi xidmətin əlçatanlığı və ya keyfiyyəti iş günləri ilə müqayisədə daha aşağı ola bilər. Məsələn, bəzi ixtisaslaşmış həkimlərin və ya diaqnostik xidmətlərin sayı az ola bilər. İkinci ehtimala görə isə həftə sonu xəstəxanaya müraciət edənlər daha ağır vəziyyətdə olur və bu da ölüm riskini artırır. Müəlliflər birinci izahın, yəni xidmət səviyyəsindəki fərqin daha inandırıcı olduğunu qeyd edirlər. Maraqlıdır ki, əməliyyat olunan xəstələr arasında həftə sonu ilə iş günləri arasında ciddi fərq aşkarlanmayıb. Bunun mümkün səbəbi kimi göstərilir ki, ağır əməliyyat keçirmiş xəstələr adətən reanimasiya şöbəsində saxlanılır və bu şöbələrdə xidmət həm həftə içi, həm də həftə sonu demək olar ki, eyni səviyyədə təşkil olunur. Mütəxəssislər hesab edirlər ki, həftə sonlarda tibbi xidmətin keyfiyyəti və əlçatanlığı iş günləri ilə eyni səviyyədə təmin olunmalıdır.